Baxın, bizim təhsil tariximizin o Sovet dövrü və ya müstəqillikdən əvvəlki mərhələsi haqqında əslində cild-cild kitablar yazılıb. Düzdür, arxivlər də o dövrlə doludur. Hə, ancaq elə bil bu son 25-30 il, yəni tamamilə qaranlıq bir otaqdır. Heç düşünmüsünüzmü ki, niyə bugün sizin iş həyatınızda, övladınızın məktəbində, hətta cəmiyyətimizin iqtisadi reallıqlarında hər gün hiss etdiyimiz o boşluqlar, O gündəlik problemlər, bəli. məhz o problemlər elmi müstəvidə demək olar ki, dərindən araşdırılmır. Bugünkü dərin təhlilimizdə biz məhz o qaranlıq otağın qapısını açmağa çalışacağıq. Çox vacib bir mövzudur. Yəni doğrudan da göz ardı edilən bir dövrdür. Və qarşımızda dosent İlham Əhmədovun diqqət çəkən bir məqaləsi var. Yazının adı belədir. 21-ci əsr milli təhsil tariximizə qısa nəzər. Aha. Bugünkü axtarışımızın əsas missiyası odur ki, müəllifin iddia etdiyi o son 25 ilin həlledici boşluqlarını, yarımçıq qalmış islahat cəhdlərini anlayaq. Təbii, çünki bu birbaşa bugünümüzlə bağlıdır. Tamamilə elədir. Bizi dinləyənlərə müraciət edirəm. Yəni, sizin bugün yaşadığınız həyat tərzi, ölkənin iqtisadi mənzərəsi göydən düşmə deyil. Bu, məhz o dövrdə təhsildə verilən və ya bəlkə də verilməyən, Verilməyən qərarlar. bəli, verilməyən qərarların birbaşa nəticəsidir. Və bunu daha böyük mənzərə ilə əlaqələndirsək, qeyd etməliyik ki, müəllifin məqsədi heç də sadəcə barmaqla kimisə göstərib, baxın, nə isə səhv etdik demək deyil. Yəni, sadəcə tənqid deyil. Xeyr, əsla. Məqaləni oxuyarkən çox aydın görünür ki, mərkəzdə əslində bir xilas missiyası dayanır. Əgər təhsilin və təhsil elmlərinin gələcəyini xilas etmək istəyiriksə, o, buraxılmış səhvlərin kompleks, emosionallardan tam uzaq və obyektiv analizini aparmalıyıq. Düzdür, səbəbi bilmədən nəticəni dəyişmək olmur. Məhz elədir. Əks halda, diaqnoz düzgün qoyulmadıqda, xəstəyə yanlış dərman verən həkim kimi, yəni biz də eyni problemlərin ətrafında elə fırlanmağa davam edəcəyik. Aha. Bugün müzakirə edəcəyimiz o detallar, inanın ki, sadəcə təhsil işçiləri üçün deyil. Bu, bütöv bir cəmiyyətin gələcək 10 illiklərdə ayaqda qalıb-qalmayacağını müəyyən edən qərarların təhlilidir. Onda gəlin rolikləri biraz geriyə sarıyaq və məsələni aydınlaşdıraq. Məqalənin ən mərkəzi tezislərindən biri budur ki, müstəqillik dövründəki təhsil islahatları əslində konseptual olaraq, yəni kağız üzərində düzgün başlamışdı. Bəli, hədəflər bəlli idi. Hədəflər bəlli idi, strategiyalar yazılırdı, lakin iş icra mərhələsinə gəldikdə hər şey sanki gözə görünməməz bir divara çırpılıb. Məhz o icra mərhələsi ən zəif nöqtə oldu. Və müəllif bunu institusional yaddaşın formalaşmaması ilə əlaqələndirir. Çünki strategiyalar yarımçıq qalıb, belə deyək də, tez-tez dəyişdirilib. Sənəddə buna xüsusi vurğu var. Orada qeyd olunur ki, ardıcıl inkişaf əvəzinə bizdə ziqzaqlı idarə etmə modeli yaranıb. Sözün düzü bu ziqzaqlı idarə etmə mənim diqqətimi çox çəkdi. Çox maraqlı termindir, elədir? Yəni, gəlin bunu aydınlaşdıraq. Deməli, bizdə konsepsiyalar var idi, amma icra ardıcıllığı yox idi. Bu mənim üçün sanki ən son model, bahalı, bütün funksiyaları olan bir smartfon alıb, ondan sadəcə zəng etmək və o köhnə Snake oyununu oynamaq üçün istifadə etməyə bənzəyir. Çox dəqiq bənzətmədir. Yəni, cihaz yenidir, amma bizim yanaşmamız 10 illiklər əvvəlinkidir. Axı, bu dövrdə dünyada təhsil tamamilə fərqli bir sürətlə, fərqli bir orbitdə inkişaf edirdi, düzdür? Sizin bu smartfon analogiyanız əslində problemi çox gözəl vizuallaşdırır. Çünki cihaz, yəni sistemin fiziki infrastrukturu, yeni məktəb binaları, o bahalı təchizat mövcud ola bilər. Binalar var idi, hə. Amma onu işlədən o əməliyyat sistemi, yəni idarə etmə fəlsəfəsi köhnə qaldıqda o potensial heç vaxt açılmır. Baxın, ziqzaqlı idarə etmənin mexanizmi necə işləyir? Necə? Təsəvvür edin, bir islahat başlayır, məktəb direktorları, müəllimlər buna uyğunlaşmağa, o yeni metodikanı mənimsəməyə çalışırlar. Və tam nəticə verəcəyi vaxtda... Qəfildən nəsə dəyişir. Bəli, rəhbərlik və ya strategiya dəyişir, hər şey yenidən tamam başqa bir istiqamətə yönəlir. Nəticədə sistemdə çalışanlar yorulur, yeniliklərə qarşı bir inamsızlıq yaranır. Yəni, heç kim inanmır ki, bu yeni qayda uzun müddət qalacaq. Məhz, institusional yaddaş elə bu
ardıcıllığın pozulması səbəbindən yox olur. Və sizin dediyiniz kimi, biz öz daxilimizdə o ziqzaqları cızarkən, dünya qlobal normanı tamamilə dəyişirdi. Nə baş verirdi ki o illərdə dünyada? Yəni, məqalə müəllifi bizim qlobal trendlərdən necə geri qaldığımızı sübut edir? Mənbədə bununla bağlı çox konkret istiqamətlər göstərilir. Dünyada sürətli rəqəmsallaşma, süni intellekt əsaslı tədris, açıq universitet platformaları və xüsusən mikrosertifikatlar artıq qlobal normaya çevrilirdi o ərəfədə. Bir dəqiqə, mikrosertifikatlar o nə deməkdir əslində? Mikrosertifikatları qısaca belə izah edək. Yəni, sənayənin tələbinə uyğun olaraq, gənclərin 4 il ardıcıl universitetdə oturmaq əvəzinə, sürətlə hər hansı bir spesifik bacarığı öyrənib, bir neçə aylıq çevik sertifikatlarla dərhal əmək bazarına daxil olmasıdır. Aha, yəni bazar nə tələb edirsə, tez onu öyrənib işə düzəlirsən. Tamamilə düzdür. Dosent İlham Əhmədov xüsusilə vurğuluyur ki, bizim təhsil sistemi bu qlobal dəyişikliklərə heç vaxt proaktiv, yəni qabaqlayıcı yanaşmayıb. Biz hər zaman reaktiv, gecikmiş və təəssüf ki, passiv bir mövqe tutmuşuq. Ancaq nəticələrlə mübarizə aparmışıq. Elədir. Və burada adamı heyrətləndirən məqam odur ki, qlobal rəqabətdə passivlik sadəcə biraz geri qalmaq demək deyil. Bu, gələcək nəsillərin iqtisadi cəhətdən dünya mütəxəssisləri ilə rəqabətə tab gətirə bilməməsi deməkdir. Özdə kiçik bir şeydən getmir söhbət. Əlbəttə. Məsələn, elə götürək distant təhsil məsələsini. Dünyanın inkişaf etmiş ölkələrində distant təhsil artıq 20-ci əsrin sonlarından o internetin kütləviləşməsi ilə bərabər tətbiq edilməyə başlamışdı. Hə, bizdə isə bu mövzu çox gec açıldı. Çox gec. Azərbaycan bu sahədə istər qanunvericilik, istərsə də tətbiq baxımından ən son sıralarda qaldı. Bugün isə dünya artıq süni intellektlə distant təhsili hər bir tələbə üçün fərdiləşdirilmiş yeni bir mərhələyə çıxarıb. Biz isə hələ də o təməl addımları, qanuni çərçivələri müzakirə edirik. Baxın, bütün dünya sanki rəqəmsal kosmosda uçur, süni intellektlə tələbənin zəif nöqtələrini tapıb, ona fərdi proqram yazır. Aha. Biz isə hələ də uzaq məsafədən tədris qanunidirmi, diplom tanınacaqmı, kimi sualları 10 illiklər sonra hələ təzə həzm edirik. Bu gecikmə doğrudan da dəhşətlidir. Həm də çox risklidir. Və mən bu dəhşətli mənzərəni görəndə, beynimdə təbii olaraq başqa bir böyük sual, bir niyə yaranır. Yəni, qlobal trendlərdən geri qaldığımızı başa düşdüm. Bəs bu boşluqları doldurmaq üçün o qoşulduğumuz onca beynəlxalq proqram hara getdi? O cür böyük proqramlar, hə. Məsələn, hamımızın adını əzbər bildiyi Bologna prosesi. Burada ən maraqlı məqam odur ki, sənədə əsasən Azərbaycan bu prosesə qoşulalı düz 20 ildən çox vaxt keçib. 20 il, bəli. 20 il. Sizə bir şey deyim. Sizin bayaq dediyiniz o ziqzaqlı idarə etmə vara, onun nəticəsində yaranan formalizm mənə nəyi xatırladır? Nəyi? Təsəvvür edin, siz 20 ildir şəhərin ən bahalı idman zalına abunəsiniz, hər ay ödəniş edirsiniz, gedib zalın o bahalı kafelərində oturursunuz, selfie çəkdirirsiniz. Amma məşq yoxdur. Məhz 20 ildir bir dəfə də olsun ağırlıq qaldırmamısınız. Sonra da güzgünün qabağına keçib şikayətlənirsiniz ki, ay aman, mənim əzələlərim niyə inkişaf etmir? Çox yerində bir bənzətmədir. Məqalədə çox açıq şəkildə yazılır ki, 20 il keçməsinə baxmayaraq, Bologna sistemi heç bir universitetimizdə tam, belə deyək də, fundamental tətbiq olunmayıb. Niyə belədir axı? Çünki, necə deyərlər, idman zalına getmək sadəcə qapıdan içəri girmək deyil də, o ağır məşqi fiziki olaraq etmək lazımdır. Məqalə müəllifinin arqumenti tamamilə bu formal iştirak probleminin üzərində qurulub. Yəni, sadəcə adımız var orada. Bəli. Gəlin o Bologna prosesinin mexanizminə baxaq. Sənəddə də vurğulanır ki, onun 4 əsas üstünü var. Kredit sistemi, tələbə və müəllim mobilitesi, diplomların qarşılıqlı tanınması və ən əsası akademik muxtariyyət. Akademik muxtariyyət, bu çox müzakirə olunur. Bəli. Mənbə iddia edir ki, bizdə bunların hamısı əsasən sadəcə kağız üzərində, yəni hesabatlar üçün mövcuddur. Məsələn, gəlin o dediyiniz akademik muxtariyyəti dərindən anlayaq. Çünki əslində bütün düyün elə burada açılır. Nədir o muxtariyyət tam olaraq? Akademik muxtariyyət odur ki, universitetin əmək bazarında yeni bir ehtiyac yaranan kimi
Deyək ki, qəfildən süni intellekt mütəxəssisinə tələbat artdı, heç bir mərkəzi bürokratik qurumdan aylarla icazə gözləmədən dərhal öz tədris proqramını dəyişdirə bilsin. Yəni çevik qərar versin. Düzdür, əgər universitet bu muxtariyyata sahib deyilsə, o bazarın tələbindən həmişə 4-5 il geri qalacaq. Nəticə nə olur? Diplomlar xaricdə çox məhdud şəkildə tanınır, universitetlər o rəqəmsal transformasiyaya keçə bilmir və tədris proqramları əmək bazarına tamamilə yatdı. Yəni tələbə məzun olur, amma bazara lazım deyil. Təəssüf ki, hə. Müəllif bu uğursuzluğun səbəbləri kimi layihələrin qeyri-professional hazırlanmasını, təhsilə edilən o investisiyaların strukturunun səhv olmasını və bu böyük keçidi idarə edəcək ekspert azlığını göstərir. Bir dəqiqə, mən burada biraz fərqli düşünürəm. Yəni, sözün açığı kiçik bir etirazım var. Siz deyirsiniz ki, ekspert azlığı var idi, peşəkarlıq çatışmırdı. Sənədə əsasən belədir. Axı yadınızdadırsa, bir müddət əvvəl ölkədə Təhsil Nazirliyi ilə Elmlər Akademiyasının inteqrasiyası istiqamətində addımlar atılırdı. Hətta ali məktəblərə tədqiqat statusu verilməsi də müzakirə olunurdu. Bütün bunlar məhz o elmi boşluğu doldurmaq, layihələri peşəkarlaşdırmaq üçün deyildi. Çox yaxşı yerdən tutunuz. Yəni, əgər universitetin arxasında real o nəfəs alan bir elm yoxdursa, sizin bayaq dediyiniz o kağız üzərindəki muxtariyyət gənclərin iş tapmasına necə kömək edə bilər ki? Bəlkə problem sadəcə idarə etmədə deyil, birbaşa universitetlərin elmi potensialının çöküşündədir. Baxın, sizin tutduğunuz bu məqam məqalənin ən ağırlı nöqtələrindən biridir. Tamamilə haqlısınız. Elə problem elmin özünün təhsildən qopmasındadır. Aha. Məqalədə də xüsusi qeyd olunur ki, Təhsil Nazirliyi ilə Elmlər Akademiyasının inteqrasiyasından cəmiyyətdə həqiqətən çox böyük gözləntilər var idi. Hamı müsbət nəsə gözləyirdi. Amma o ümidlər doğrulmadı. Bu inteqrasiya ali məktəblərdə fundamental tədqiqatları dirçəldə bilmədi. Bugün universitetlərdəki elmi tədqiqatlar əsasən formal xarakter daşıyır. Formal deyərkən nəyi nəzərdə tutursunuz? Yəni, müəllim sadəcə elmi dərəcəsini qorumaq üçün və ya saat hesabı dərs yükünü artırmaq üçün hansısa məqalə yazır. İqtisadiyyata və ya təhsilin özünə təsir edən tətbiqi tədqiqatlar demək olar ki, yox dərəcəsindədir. Çox acınacaqlı vəziyyətdir. Həm də bu, bizi daha qorxunc bir suala gətirib çıxarır. Əgər universitetlər elm istehsal etmirsə, bəs bizim təhsilin özünü öyrənən mərkəzi beyin mərkəzimiz haradadır? Hə, o mərkəz kimdir? Müəllif burada hədəfi birbaşa təhsil institutuna, yəni qısa adı ilə bildiyimiz RT-yə yönəldir. Təhsil institutu. Bir dəqiqə, onların əsas işi elə təhsil sisteminin problemlərini tədqiq etmək deyil bəyəm? Əslində elə olmalı idi. Amma dosent İlham Əhmədovun məqaləsində açıq şəkildə bildirilir ki, RT son 10 ildə özünün o fundamental elmi tədqiqat funksiyasını faktiki olaraq itirib. Necə yəni? Diqqət çəkən ən əsas məqam odur ki, ölkənin ən mühüm təhsil tədqiqatları institutu getdikcə sadəcə müəllimlər üçün kurslar, treninqlər təşkil edən bir növ mərkəzə çevrilib. Elmi institutu faktiki olaraq elmlə təmizləyiblər. Axı treninq keçmək başqa şeydir, problemi dərin tədqiq etmək tamam başqa. Məhz elə buna görə müəllif bu vəziyyəti təhsilin gələcəyinə vurulan strateji zərbə kimi qiymətləndirir. Baxın, bunu necə anlayaq? Treninq onsuz da mövcud olan bir məlumatı kiməsə ötürməkdir, düzdür? Bəli, sadəcə ötürücüdür. Tədqiqat isə o məlumatın özünü yaratmaq, cəmiyyətdəki o mövcud xəstəliyə diaqnoz qoymaqdır. Aha. Əgər sizin təhsil sisteminizi öyrənən, onun qlobal trendlərdən niyə geri qaldığını araşdıran mərkəzi institutunuz elm istehsal etmirsə, o halda biz bayaq danışdığımız o Bologna prosesi kimi mürəkkəb sistemləri necə tətbiq edə bilərik? Aydındır, yəni strategiyanı yazan yoxdur. Bəli, bunun yerli strategiyasını kim yazacaq? Heç kim. Beləliklə, qərarlar elmi bazaya deyil, anlıq ehtiyaclara, yəni fərdi mülahizələrə əsaslanaraq verilir. Və bu da bizi yenidən söhbətimizin əvvəlindəki o ziqzaqlı idarə etmə probleminə məhkum edir. Bütün bunlar nə deməkdir? Sizin bu izahınız, inanın, beynimdəki daşları yerinə oturtdu. Gəlin bu mənzərəni biraz da genişləndirək və sırf sizin, yəni bizi hazırda dinləyənlərin bugünkü reallığı ilə bağlayaq. Mütləq. Əgər bizim ali məktəblərimizdə tədris belə formaldırsa, əgər tədqiqat institutumuz sadəcə bir kurs mərkəzinə çevrilibsə,
Bütün bunların ölkənin qlobal iqtisadi planlarına təsiri nədir? Axı biz indi tamam başqa bir dövrə, rəqəmsal bir eraya qədəm qoyuruq. Bəli, iqtisadiyyat dəyişir. Məqalədə bununla bağlı çox dərin və ziddiyyətli bir məqam var. Söhbət insan kapitalı paradoksundan gedir. Baxın, dövlət səviyyəsində rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün strategiya təsdiqlənib bu günlərdə. Aha, çox vacib sənəddir. Və bu strategiya bir mənalı olaraq insan kapitalını, yəni o rəqəmsal bacarıqları olan savadlı vətəndaşı prioritet elan edir. Amma burada böyük bir ziddiyyət yoxdurmu? Ziddiyyət o qədər böyükdür ki, müəllif bunu açıqca bir paradoks adlandırır. Baxın, siyasətin hədəfi məlumdur. Ölkənin uzun illər formalaşdırdığı o neft kapitalını davamlı, heç vaxt tükənməyən rəqəmsal insan kapitalına çevirmək. Təhsil sistemində, məktəblərdə, universitetlərdə səpməliydiniz. 20 il əvvəl, hə. Məqalədə aydın görünür ki, 20 il əvvəl təhsil islahatları tam və peşəkar şəkildə icra edilmədiyi üçün biz bugün neftdən əldə edilən o böyük resursları rəqəmsal beyinlərə çevirməkdə çox böyük ləngimə yaşayırıq. Yəni bu növrə yoxdur. Məhz. Yəni biz indi rəqəmsal iqtisadiyyat adlı bir göydələn tikmək istəyirik, amma bünövrəmiz olan təhsil sistemi 35 ildir ki, ancaq ziqzaqlar çəkir. Elmi tədqiqat apara bilmir. Müəllif qeyd edir ki, bu boşluğu sadəcə texnologiya, kompüter almaqla doldurmaq olmaz. Bunu ancaq dərin, obyektiv təhsil islahatları ilə xilas etmək mümkündür. Amma məhz bu nöqtədə mən məqalədəki başqa bir ziddiyyətli qərara toxunmaq istəyirəm, çünki sözün açığı bu artıq məntiqsizliyin zirvəsi kimi görünür mənə. Hansı qərarı deyirsiniz? Müəllif qeyd edir ki, son 7-8 ildə ali məktəblərə qəbul planları davamlı olaraq artırılırdı, yəni təhsil kütləviləşirdi, daha çox gənc universitetə qəbul olurdu. Bəli, bu bir trend idi. Bu, müəyyən mənada o dediyimiz insan kapitalını artırmaq cəhdi kimi anlaşıla bilərdi. İndi isə qəfildən iqtisadi çətinliklər səbəbindən ali təhsilə qəbul planlarının azaldılması müzakirə olunur. Çox ciddi məsələdir. Bir dəqiqə, əgər biz o 2026-2029 strategiyası ilə rəqəmsal iqtisadiyyat qurmaq, insan kapitalımızı inkişaf etdirmək istəyiriksə, amma eyni zamanda universitetə qəbulu azaldırıqsa, bu nə deməkdir? Sanki magistral yolda avtomobillə irəli getmək, sürəti artırmaq istəyirsən, amma eyni zamanda əl-əyləcini tam gücü ilə yuxarı çəkirsən. Əla bənzətmədir. Özü də məqalədə çox sarsıdıcı bir statistika var. Bizim ölkədə hər 100 min nəfərə düşən ali təhsillilərin sayı onsuz da region ölkələri ilə müqayisədə çox geridədir. Yəni biz onsuz da qonşulardan az adam oxuduruq. İndi bunu daha da azaltmaq o qlobal rəqabətdə bizi məhv etməyəcək. Sizin o əl-əyləci bənzətməniz tamamilə mövcud reallığı əks etdirir. Müəllif də bu azalma siyasətinin onsuz da mövcud olan o geriliyə daha da dərin uçuruma yuvarlayacağını vurğulayır. Təhsilə büdcə yükü kimi baxmaq, iqtisadi çətinlikləri məhz təhsili qısaltmaqla həll etməyə çalışmaq bu strateji korluqdur. Doğrudan da. Ancaq problemlər təəssüf ki, təkcə ali təhsillə bitmir. Sənəddə diqqət çəkən tamam başqa bir mövzuda var. Regionlardakı təxminən 1500 az komplektli məktəbin bağlanması planı. 1500 məktəb? Bəli, az komplektli məktəblər, yəni ucqar kəndlərdə, dağlıq ərazilərdə, bəzən cəmi 10-15 şagirdi olan, bütün siniflərin bir otaqda oxuduğu o kiçik məktəblər. Bəli, sırf maliyyə və iqtisadi nöqteyi nəzərdən baxanda, dövlət üçün o boyda binanı, müəllim ştatını cəmi 10 uşaq üçün saxlamaq səmərəsiz görünə bilər. İqtisadi baxımdan bəlkə də hə. Lakin müəllif burada çox ağlı olaraq sual verir. Bəs o uşaqların taleyi necə olacaq? Məktəbi bağlamaq asandır, bəs alternativ nədir? Məqaləyə görə alternativ məhz o dünyanın illər əvvəl tətbiq etdiyi distant təhsil olmalıydı. Yenə qayıtdıq distant təhsilə. Deməli, biz o uşaqları təhsilsiz qoymaqdansa, rəqəmsal alətlərlə onları mərkəzə bağlamalıydı. Məsələdir. Və ən maraqlısı budur ki, nəhayət çox uzun bir gecikmədən sonra sentyabr ayından etibarən region məktəblərində distant təhsilin tətbiq ediləcəyi elan olunub. Müəllif bu qərarı gecikmiş, lakin doğru istiqamətdə atılmış məcburi bir addım kimi qiymətləndirir. Məcburi? Bəli. Fikir verin, bizi distant təhsilə o qlobal inkişafın tələbləri yox, məhz o 1500 məktəbi saxlamağın iqtisadi çətinliyi məcbur etdi. Yəni, iqtisadi reallıqlar sistemi istər-istəməz müasir alternativ alətlərə müraciət etməyə itələyir. Aha, anlayıram.
Baxın, mexanizm belə işləyir. Strateji uzaqgörənlik olmayanda, innovasiya sənə bir inkişaf aləti kimi yox, qaçılmaz bir xilasedici halqa kimi gəlir. Yəni biz o rəqəmsallaşmanı istəyərək, planlı şəkildə deyil, sadəcə başqa çarəmiz qalmadığı üçün qəbul etdik. Dozent Nağım Əhmədovun məqaləsinin təhlilindən çıxan ümumi mənzərə həqiqətən də düşündürücüdür. Çox dərindir. Bütün bu faktları bir araya gətirsək, o 25 illik qaranlıq otaqda nələrin baş verdiyini indi daha aydın görürük. Strateji baxışın zəif olması, o təhsil institutu kimi qurumların elmdən uzaqlaşaraq ancaq hesabat xatirinə işləməsi və o bitib tükənməyən ziqzaqlı idarə etmə təkcə məktəbləri ləngitmir. Əsla. Təsiri çox genişdir. Mənbə xüsusilə vurğulayır ki, bu amillər birbaşa iqtisadiyyatdan tutmuş, dövlət idarəçiliyinə, rəqəmsal strategiyamıza qədər hər şeyin mühərrikini söndürür. Təhsildəki geriliyi heç bir başqa sahədəki nailiyyətlərlə, məsələn, yeni asfalt yollar çəkməklə və ya o uca göydələnlər tikməklə kompensasiya etmək mümkün deyil. Çox doğru vurğudur. Yəni, göydələni tikərsən, amma içində əyləşib o qlobal rəqabəti aparacaq insan kapitalın yoxdursa, o bina sadəcə bir beton yığınıdır. Siz əslində məqalənin fəlsəfəsini tam olaraq yekunlaşdırdınız. Müəllifin mesajı çox aydındır. Təhsildəki problemlər cəmiyyətin o biri sahələrindən izolyasiya olunmuş halda qalmır. O, zəncirvari bir reaksiya kimi hər şeyi aşağı çəkir. Təəssüf ki. Buna görə də bu məqalə sadəcə bir tarix dərsi deyil. O, analitikləri, qərar vericiləri və ən əsası elə cəmiyyətin özünü bu son 25 ili çox sərt, yəni emosiyasız bir tənqidi prizmadan keçirməyə çağırır. Səhvlər örtbasdır edilməməli, açıq şəkildə etiraf edilməlidir. Yalnız və yalnız o zaman qlobal trendlərə uyğun, davamlı və o ziqzaqlardan uzaq bir inkişaf xətti qura bilərik. İndi isə bütün bu makroiqtisadi və akademik müzakirələrdən sonra mən birbaşa sizə müraciət etmək istəyirəm. Bəli, hal-hazırda bizi dinləyən sizə. Çünki biz bugün burada qlobal trendlərdən, Bologna prosesindəki o illüziyalardan, məktəblərin bağlanmasından və insan kapitalından danışdıq. Bəli. Bəlkə də kənardan bu sadəcə quru bir təhsil statistikası kimi səslənə bilər. Lakin əmin olun, bunlar heç də sənədlərdə qalan rəqəmlər deyil. Bu reallıq sizin bugünkü karyeranızda hər gün üzləşdiyiniz çatışmazlıqlardır. Bu reallıq sizin övladınızın sabah məktəbdə hansı keyfiyyətdə təhsil alacağı və ya təəssüf ki, ala bilməyəcəyidir. Çox həssas məqamdır. Xarici bir ölkəyə gedəndə diplomunuzun niyə tanınmaması, iş axtararkən tələb olunan bacarıqlarla universitetdə sizə öyrədilənlər arasındakı o böyük uçurumdur və bu reallıq sizin sabah fəaliyyət göstərəcəyiniz, ayaqda qalmaq üçün mübarizə aparacağınız o rəqəmsal iqtisadiyyatın əsas təməlidir. Məqalənin tələb etdiyi o sərt tənqidi baxış hansısa məmurların deyil, məhz sizin şəxsi gələcəyiniz üçün həyati əhəmiyyət daşıyır. Tamamilə razıyam. Sonra sizi tərk etməzdən əvvəl bir sual üzərində düşünməyə dəvət etmək istəyirəm. Məqalə çərçivəsində deyilməyən, lakin bugün oxuduqlarımızdan məntiqi olaraq doğan fəlsəfi bir sual. Buyurun. Əgər bizim ənənəvi təhsil sistemimiz, yəni o nəhəng bürokratik aparat, universitet binaları, Bologna kimi beynəlxalq standartları tətbiq etmək üçün 20 il vaxt itirirsə və ortada hələ də real bir nəticə yoxdursa, bəlkə də biz xilası yanlış yerdə axtarırıq. Çox maraqlı yanaşmadır. Bəlkə də Azərbaycanın rəqəmsal iqtisadiyyat üçün ehtiyac duyduğu o rəqəmsal insan kapitalı ümumiyyətlə bu köhnə model məktəb və universitetlərdən çıxmayacaq. Bəlkə də xilas elə birbaşa qlobal rəqəmsal platformalardan, süni intellekt alətlərindən istifadə edərək öz-özünü yetişdirən, o ziqzaqlı bürokratik idarə etmədən tamamilə kənarda qalan, fərdi şəkildə öyrənən fərdlərin sayəsində formalaşacaq. Yəni alternativ yollarla. Bəli. Bəlkə də gələcəyin xilas yolu köhnə sistemi içəridən dəyişməyə çalışmaqda deyil, sadəcə o sistemin hüdudlarından kənara çıxmaqdadır. Bu, həqiqətən də dərin və hər birimizin düşünməli olduğu bir məsələdir. Mütləq, üzərində düşünülməlidir. Növbəti dərin təhlilimizdə yeni mənbələrin axtarışında görüşmək ümidi ilə. Təhsilinizi və qərarlarınızı öz əllərinizdə möhkəm tutun. Sağ olun.